İzləyiciləri, mən Günel müəllimə. Bugün sizlərlə dim test toplusundan trigonometrik funksiyaların ən böyük, ən kiçik qiymətləri mövzusunun testlərinin izahını paylaşacağım. Gəlin başlayaq sualların izahına. Başlayaq birinci sualdan. Birinci sualda bizə deyir ki, deməli, y bərabərdir 2 üstə gəlinsin 3 qoysunuz 2x funksiyasının ən kiçik qiymətini tapın. Burada baxın, biz bilirik ki, kosinus x funksiyasının ala biləcəyi qiymətlər -1 parçasında yerləşir. Onda gəlin bir dəfə -1 yazaq yerinə. -1 yazsaq uz nöqtənin biri -1 eləyəcək. Bir dəfə də 1 yazaq yerinə cavab eləyəcək 5. Deməli, qiymətlər oblastımız -1, 5-dir. Ən kiçik qiyməti nədir? B variantı. Davam edək. Növbəti ikinci suala baxaq. Fx bərabərdir 3 minus 2 sinus 2x funksiyası verilib. Sinus 2x funksiyasını biz bilirik ki, -1 1 parçasındadır. -1 parçasında. Bir dəfə -1 yazırıq yerinə, 2 vur -1 bərabər olur 5-ə. Bir dəfə isə 1 yazırıq yerinə, bu isə eləyəcək 1. Deməli, 1 5 parçasında ən böyük qiymət də nədir? A variantı. Baxaq növbəti suala. Növbəti üçüncü sualda deyir y bərabərdir 2 sinus 3x çıxılsın 2-də 1 funksiyasının ən böyük qiymətini tapın. Yenə də sinus 3x-in ala biləcəyi qiymətlər -1 1 parçasıdır. -1-i yazsaq yerinə hansı ki alırıq? -2 çıx 2-də 1, -2 tam onda 5. 1-i yazsaq yerinə 2 vur 1 çıx 2-də 1. 2-dən 0-dan onda 5 çıxanda bu da eləyəcək 1 onda 5. İfadənin bizdən soruşur ki, üçüncü sualda ən böyük qiymətini tap. Ən böyük qiyməti 1 onda 5. Testin doğru cavabı da olacaq D variantı. Keçək 4 nömrəli suala baxaq. 4 nömrəli sualda isə y bərabərdir 3 kosinus 2x üstə gəlinsin 2-də 1 şəklində funksiya verilir və funksiyanın ən kiçik qiymətini soruşur. -1 1 parçasında qiymət alır kosinus funksiyası. Yenə də -1-i yazsanız, -3 üstə gəlinsin 2-də 1, yəni -3 plus 0,5, bu eləyəcək -2 tam onda 5. Bir dəfə də 1 qiymətini yazıb hesablasanız, bu da eləyəcək 3,5. Əslində mən həm ən böyük qiymətini hesablayıram, həm ən kiçik qiymətini, yəni mən qiymətlər oblastını tapıram. Amma kitabda bizdən soruşulan ən kiçik qiymətidir. -2,5 Y variantı olacaq doğru cavab. Keçək 5-ci suala baxaq. Deməli, 5-ci sualda isə y bərabərdir. Sinus 30 2-də 1 alır. Mən elə birbaşa 2-də 1 yazıram. Axı biz bilirik ki, kosinus x plus x, sinus x şəklində verilən ifadələrin ən böyük ən kiçik qiymətini tapmaq üçün kök altda a kvadratı plus b kvadratı düsturundan istifadə edir uşaqlar. Hansı ki, bura bir də əmsalları, o əmsalların kvadratları cəmini hesablayıram. Cavab edir kökdə 2. Deməli, bunun ala biləcəyi qiymətlərin ən kiçiyi mənfi kökdə 2, ən böyük isə müsbət kökdə 2-dir. İndi gəlin hesaba taparaq. 2-də 1 üstü mənfi kökdə 2. Nə verəcək? 2 üstü kökdə 2. Bir də 2-də 1 üstü kökdə 2. Bu da sual verir ki, ifadənin ən kiçik qiymətini tap. Deməli, 2-də 1 üstü kökdə 2. Doğru cavab da olacaq B variantı. Davam edirik 6-cı sualla. 6-cı suala diqqət yetirin. Bax, yenə də mən indi izah verdiyim funksiya formasındadır. Yenə də deyir ki, y bərabərdir 2 kosinus x üstə gəl 2 sinus x ifadəsinin ən kiçik qiymətini tap. Kök altında 2-nin kvadratı üstə gəl 2-nin kvadratı, bu eləyəcək kökdə 8, yəni 2 kökdə 2. Onda deməli bu funksiyanın ala biləcəyi ən kiçik qiymət bu. Ən böyük qiymət isə müsbət 2 kökdə 2. Bu hansını soruşur ən kiçiyin? Deməli cavab olacaq E variantı. Bu 6-cı sual. Gəlin keçək 7-ci suala baxaq. 7-ci sualda funksiyanın qiymətlər çoxluğunu istəyir. Bu fikir versəniz, bu funksiya kvadrat funksiya formasındadır, lakin trigonometrik funksiyalarla ifadə olunub. Və bu kvadratik funksiyanı gəlin belə bir qaydada yazaq. Bu sinus x-in öndəki əmsalı -1-dir də. Yarısı nə qədər edir? 2-də 1. Kvadrata yüksəldirəm onu, 4-də 1 əlavə edib 4-də 1-i çıxıram. Bunu etmə səbəbim nədir? Tam kvadrata ayırma. Buradan bura qədər artıq sinus x minus 2-də 1-in fərqinin kvadratıdır. Digər hissədə 7 tam %25-dən 0 tam %25 çıxanda burada deyəcək 7 tam. Baxın, bu funksiyanın
ala biləcəyi ən kiçik qiymət 7-dir sözünü deyə bilərik. Və biz bilirik ki, kvadratik funksiyada qiymətlər çoxluq ən kiçik qiymətdən müsbət sonsuzluğa doğru olur. Yəni 7 müsbət sonsuzluq olmalı idi, amma axı bu sinus hər qiyməti ala bilmir. Sinusun ala biləcəyi qiymətlər -1, 1-dir. Gəlin görək, bəs maksimallı qiymətini ala bilər bu. -1-i yerinə yazanda -1 çıx 2-də 1-in kvadratı üstəgəl 7-ni hesablayaq. 1,5-in kvadratı 2,25 üstəgəl 7, 9,7. Deməli sinus, indi deyə bilərsiniz ki, məsələn müsbət 1-i müəllim niyə yazmadınız, -1-i yazdınız. Müsbət 1-i yazanda 9,25-dən daha kiçik ədəd alınır. Bunu yoxlaya bilərsiniz. Ona görə ən böyük qiymət 9,25, ən kiçik qiymət 7. Doğru cavab da C variantı. Davam edək 8-ci sualına. Deməli 8-ci sualda isə fikir verin, y bərabərdir yazıb kosinus x çıx 2, kosinus x çıx 4. Bunları vurub açıb sadələşdirsək, kosinusun kvadratı x minus 6 kosinus x plus 8 bərabərdir. Bu kosinus x minus 3-ün fərqinin kvadratıdır. Burada üzərinə 9 gəlib çıxdıq 9-u deyə. Burada da -1. Amma indi siz deyə bilməzsiniz ki, bu funksiyanın ən kiçik qiyməti -1-dir. Yəni deyə bilmərik -1-dən hansısa bir ədədə qədərdir. Niyə deyə bilmirik? Çünki bu ifadənin ən kiçik qiymətinin, baxın bunun -1 olması üçün bu ifadənin bizdə bu ifadənin ən kiçik qiymətinin -1 olması üçün bax bu mötərizənin içərisini görürsünüz. Mötərizənin içərisinin cavabı 3 olmalıdır. Axı mötərizənin içərisinin cavabı 3 ola bilməz. Kosinus heç vaxt 3-ə bərabər ola bilməz. Kosinus 3 olsa bu misal ən kiçik qiyməti -1 alar. Ona görə yuxarıda dediyimiz misaldakı kimi -1 bunun ən kiçik qiymətdir deyə bilmirik. Kosinusun yerinə sadəcə -1, 1 yazıb hesablayırıq. -1 yazarsam -1 çıxılsın 3-ün kvadratı çıx 1, 15 eləyir. Müsbət 1 yazarsam 1 çıxılsın 3-ün kvadratı çıx 1, 2, 4, 3. Deməli 3, 15 parçası olacaq bunun qiymətlər oblasti. Bu da oldu 8-ci sual. Keçirik 9-cu suala. 9-cu sualda deyir ki, fx bərabərdir 5 sinus x funksiyası verilib. Jx bərabərdir 2 sinus x funksiyası verilib. Funksiyaların ən böyük qiymətlərinin fərqinin modunu tap. Amma hansı arada? 0 pi-dir. Yaxşı, gəlin baxaq. 0 pi haranı əhatə edir? Hansı ki? 0 burada, pi də burada. Bunlarda sinus nə qiymətlər alır? Baxın, sinus burada 0 alır. Burada da 0 alır. Amma burada 1 alır. Deməli, 0 və 1 arası qiymətləri əhatə edir. Onda funksiyaların ən böyük qiymətlərinin fərqini tapın deyirsə, siz bura ən böyük qiymət nə ala bilər? Sinus burada 1. Deməli, 1 qiymətini yazacaqsınız. Bunun ən böyük qiyməti eləyəcək 5, o birinin də ən böyük qiyməti eləyəcək 2 o aralıqda. Onda 5-dən də 2 çıxanda eləyəcək 3. Çünki 0 ilə pi arasında qiymətləri bu şəkildə olur. Bu da olacaq. Davam edək. Növbəti 10-cu suala baxaq. 10-cu sualda isə deyir 5 minus kosinus 3 çıxsın. Baxın, əslində belə deyək. Bu ifadənin ala biləcəyi qiymət verəcək. Sual 10-cu. Bu biraz əvvəl dediyimiz düstur əsasında həll olacaq. Hansı ki 5 sinus x minus 5 kökdə 3 kosinus x funksiyası kökün altında 5-in kvadratı üstəgəl 5 kökdə 3-ün mənfi hətta yazın 5 kökdə 3-ün kvadratı. Bu eləyir 100 və bundan 10 çıxır. Deməli bunun ala biləcəkləri qiymətlər mənfi 10 müsbət 10 parçasındadır. Ən böyük qiymətdə nədir? 10-dur. 11-ci suala baxaq. 11-ci sualda deyir y bərabərdir 3 minus 2 sinus kvadratı 3x funksiyasının ən böyük və ən kiçik qiymətini tapın. Sinus kvadratı 3x-in ala biləcəyi qiymətlər 0 pi parçasındadır. İndi 0 yerinə yazsam əgər 3 minus 2 vur 0, cavab edər 3. 3 minus 2 vur 1, cavab edər 1. Deməli, ala biləcəyi qiymətlər 1-3 parçasında olur. Ən böyük və ən kiçik qiymətlərin cəmin istəyir. Onda bu cəmdə 4-ə bərabər olar burada. Davam edək növbəti 12-ci sualla.
12-ci sualda deyir ki, 3 kosinus kvadratı x minus kosinus 2x üstə gəlinsin 4. Baxın, burada təbii ki, bir dənə trigonometrik funksiyaya gətirmək lazımdır. Belə eləyə bilərik. Gəlin, bax, bunun 3 kosinus kvadratı x-i saxlayaq. Bu kosinus 2x-in yerinə hansı ki, dərəcə aşağı salma düsturu var. Oradan kosinus 2x-i tapıb əvəz eləyəsiniz. Yəni, 2 kosinus kvadratı x əslində çıx 1-dir, amma burada da mənfi olduğu üçün plus 1 olacaq, plus 4. Kosinus kvadratı x elədi plus 5. Bir də deyirəm, kosinus 2x-i buradan tapsanız, 2 kosinus kvadratı x çıx 1 eləyir. Gətirib onu yerinə yazırsınız, amma mənfiyə görə də dəyişmək şərti ilə. Kosinus kvadratı x-in ala biləcəyi qiymətlər 0, 1-dir. Və 0, 1-i yerinə yazsam, 0-ın üzərinə 5, 5, 1-in üzərinə 5, 6, 5, 6. Sual verir ki, ən kiçik qiymətini tap, ən kiçik qiyməti 5-dir bu testində. Davam. Növbəti keçirik neçənci suala? 13-cü suala. 13-cü sualda deyir 4 kosinus kvadratı x minus kosinus 2x üstə gəlinsin 5. Yenə də 4 kosinus kvadratı x-i saxlayaq. Kosinus 2x-in yerinə yazaq. Deməli, 2 kosinus kvadratı x üstə gəl 1 plus 5. Bu da eləyəcək 2 kosinus kvadratı x üstə gəl 6. Kosinus kvadratı x-a 0, 1 yazsaq, əgər 0-ı verdikdə 2 vur 0 üstə gəl 6, 6 eləyir. 1-i verəndə 8 eləyir. Deməli, 6, 8 parçası olur. Bu da oldu 13-cü sual. Keçək 14-cü suala. 2 sinus alfa. Baxın, əgər bir misalın içərisində sinus kosinusun yanında tangens varsa və sizdən əldə biləcəyin böyük qiyməti soruşursa və yaxud qiymətlər oblastını soruşursa, düzdür, ilk baxışdan bunun 2 sinus alfa vur kosinus alfa tangensin yerinə sin alfa böl kos alfa yazırıq və üstə gəl 1. Kosinuslar ixtisar gedir, qalır 2 sinus kvadratı alfa üstə gəl 1. Lakin burada sinusa qiymət verərkən diqqətli olmaq lazımdır. Çünki tangensin məxrəci kosinusdur. Kosinus heç vaxt 0 ola bilməz. Ona görə sinusa məsələn kvadrat olanda adətən biz 0,1 veririk qiymətlər oblastının. Amma gəlin görək sinus 1 alanda kosinus nə alır? 0. Onda deməli bu 1 qiymətini sinus heç vaxt ala bilməz bu funksiya üçün. Çünki bu özəydə verilən funksiyanın içərisində tangens var. Tangens varsa orada kosinus 0-dır deyə bunu ala bilmir. O zaman sadəcə biri açıq mötərizə çəkib davam edirik. 2 vur 0 üstə gəl 1. 1 elədimi? Bu qapalı mötərizə ilə. 2 vur 1 üstə gəlinsin 1. 3 elədimi? Bu da açıq mötərizə ilə. Oldu testimizin cavabı bax belə. Qiymətlərin cəmini soruşur. 1 ilə 2 eləyir. O da 3-ə bərabərdir. Davam edək. 14, 15-ci suala baxaq. Üç minus 2 sinus alfa vur kosinus alfa vur kotangensin yerinə sinus alfa böl kosinus alfa. Kosinus alfalar getdi, amma daha doğrusu bağışlayın. Kotangensdir burada kosinus böl sinus alfa. Və kotangensin yerinə sinuslar getdi, qaldı 3 minus 2 kosinus kvadratı alfa. İndi kosinusun yerinə yenə 0,1 yazmalıyıq. Amma sinus 0-dan fərqli yazsın götürmək şərti ilə. Yaxşı, 0,1 yazsaq. Axı kosinus yenə 1 alanda sinus 0 alacaq. O səbəbdən burada da 1-i açıq mötərizə qoyuruq, transkripsiyanı silirəm. Deməli, səbəb nədir? Kosinusun 1 alan yerində sinus 0 alır, sinusun 0 alan yerində kosinus, sinusun 1 alan yerində kosinus 0 alır deyə bunları götürməyəcək. İndi qiymətlərin yazım 3 minus 2 vur 0, cavab eləyəcək 3, qapalı mötərizə. 3 minus 2 vur 1, cavab eləyəcək 1, açıq mötərizə 1, 3 olacaq. Buna da ödəyənlər 2 ilə 3-dür. Cəmi də 5 eləyəcək. Bu da belə. Keçdik 16-cı suala. Hı -hı. 16-cı sualda deyir ki, kök altında 5
Sinus 7 alfa plus 2 kosinus. Baxın, arqumentlər 7 alfadır ikisi də. Deməli, burada siz ifadənin ən böyük, ən kiçik qiymətini yenə kvadratlarla tapacaqsınız. Kök altda 5-in kvadratı plus 2-nin kvadratı 3 eləyir. Bu ifadənin ala biləcəyi ən böyük, ən kiçik qiymətlər -3 parçasında olacaq deməli. İfadənin ən böyük qiyməti ilə ən kiçik qiymətinin hasilini, ən böyük qiymət nədir? Buranın ən böyük qiyməti 3-dür. 3-ün üstə 5, bu ifadənin ən böyük qiyməti 8-dir. Ən kiçik qiymətini taparkən bu ifadəyə bütövlükdə -3 verirsiniz. -3 üstə gəlinsin 5, bu da 2-dir. Bunların hasilini soruşur sizdən. Bu da hansı ki 16 olacaq cavab. Davam edək. Keçirik 17-ci suala. 3 sinus 5-ci dərəcədən alfa üstə gəl 4 kosinus 6-cı dərəcədən beta topla 5. İfadənin ən böyük qiymətlə ən kiçik qiymətinin hasilini soruşur. Yaddan çıxarmayaq ki, bir ifadənin ən böyük qiymətini tapmaq istəyirsinizsə, sinusda da, kosinusda da dərəcəyə baxacaqsınız. Əgər dərəcə təkdirsə, sinusun ən böyük ala biləcəyi qiymət, ən kiçik ala biləcəyi qiymət -1 bir parçasıdır. Əgər dərəcə cütdürsə 0, 1-dir. İndi sizdən bu ifadənin ən böyüyünü sorursam, orada həm sinusa, həm kosinusa ən böyük qiymətlər veririk, hesablayacaqsınız. 3 vur 1 üstü 5, 4 vur 1 üstü 6 plus 5. Bu da eləyəcək 7 plus 5, 12. Ən kiçik qiymətləri taparkən seçib içində ən kiçiklərin verəcəksiniz qiymət olaraq. Plus 4 vur 0, üstə gəl 5. Bu 0 elədi, heç bu 7. -3 plus 5, bu da 2 eləyəcək. İndi sual verir, hasillərini tapın. 12-ni 2-yə vurun, bu da eləyəcək 24. Deməli, qaldıq 18-ci sualda. 18-ci sualda isə fikir verin, biz artıq orada bir-bir tapa bilməliyik. Çünki bunun özünə düstur tətbiq etmək olar. Necə? Hansı ki 10 kosinus kvadrat x-in içərisindən 2 kosinus kvadrat alfa 2 sinus kvadrat alfanı ayıraq. Və orada 8 dənə kosinus kvadrat alfa qaldı, onu da kənara yazıram. Bunların cavabı nə verir? 2-ni çıxartsanız, qalır kosinus kvadrat alfa üstə gəl sinus kvadrat alfa. Yəni bu ifadənin cavabı eləyəcək 2. 2 üstə gəl 8 kosinus kvadrat alfa. Kosinus kvadrat alfanın yerinə 0, 1 yazaq. 2 plus 8 vur 0 eləyəcək cavab 2. 2 plus 8 vur 1 eləyəcək cavab 10. Heç nə, bu da 2, 10 parçası qiymətləri olacaq. Ən böyük, ən kiçik qiyməti belə tapılacaq. 19-da eynən bunun kimi, 19-da da, baxın, 12 dənə kosinus kvadratı alfa var. Oradan mən 4 dənə kosinus kvadratı alfanı ayırıram, yanındakı sinusla qruplaşdıra bilim deyə. Və orada 8 dənə kosinus kvadratı alfanı kənara yazıram. Yenə də bu ifadənin cavabı 4 verir. 4-ü mötərizə xaricinə çıxartsanız, içəridə qalır kosinus kvadratı alfa, topla sinus kvadratı alfa. Yaza bilərsiniz bunu belə. 8. İndi baxın, yenə də kosinus kvadratı alfanı ala biləcəyi qiymətlər 0, 1-dir. 4 üstə gəl, 8 vur 0. Eləyəcək 4. 4 üstə gəl, 8 1 vur, eləyəcək 12. Ən böyük qiymətini, ən kiçik qiymətini tapın deyir, 4-dür. Bu da oldu 18, 19. Gəlin keçək 20-yə baxaq. %20 də yenə biraz əvvəldə dediyimiz düsturdan istifadə edərək həll edəcəm. 20-ci sualım. Deməli, y bərabərdir 15 bölünsün 3 sinus x üstə gəl 4 kosinus x plus 7 verib. Funksiyanın ən böyük qiymətini soruşur. Birinci bu məxrəcdə kök altında 3-ün kvadratı üstə gəl 4-ün kvadratından istifadə edib 5 tapırıq. Deməli, onda bu məxrəcdəki funksiyanın ala biləcəyi qiymətlər -5, 5-dədir. İndi bu soruşur ki, ən böyük qiymətini tap. Yadda saxlayın, əgər bir kəsirin ən böyük qiymətini istəyirsinizsə, məxrəcin ala biləcəyi ən kiçiyini tapmalısınız. Deməli, məxrəcə ən kiçik -5-dir. Onun yerinə -5 yazıram. Onda funksiyanın ala biləcəyi ən böyük qiymət
olacaq nə? Baxın, buranın ən kiçik qiyməti -5-dir. -5-in üstə 7 gəldi, elədi 2. 2 burada 15. Bu da eləyəcək cavab 7,5. İndi gəlin 21-i də elə buradaca yazaq. Silmədən. Çünki eyni tip sualdır. Y bərabərdir 9 bölünsün 6 kosinus x. Üstə gəl 8 sinus x, üstə gəl 12. 6 kosinus x, 8 sinus x-in ifadəsinin ala biləcəyi qiymətlər -10, 10 parçasındadır. Səbəb nədir? Kök altında 6-nın kvadratından 8-in kvadratına cəmi 10 verir. İfadənin ən böyük qiymətini tap. Ən böyük qiymət istəyirsə yenə kəsirin. Deməli, məxrəc ən kiçik olsun istəyir bizdən. Ən böyük funksiyanın ən böyük qiymətini tapmaq üçün. Məxrəcin də ən kiçik qiyməti bu da edəcək -10. Bu ifadənin qiyməti. -10 üstə gəl 12. Bu da eləyir 2. 9 bölü 2. Bu da 4,5. Davam edək. Növbəti sual 22-ci sual. Baxın, 22-ci sualda isə bu əslində bu dərsdən sonra hasilin cəmin hasilə çevrilmə düsturu var. Bu həmən düstura aiddir. Amma mən yenə də bunu yazım belə. Sinus 30 dərəcədə 2-də 1 alır. Sinus alfa üstə gəl sinus beta düsturuna aid bir şeydir. Bu da necə açılır? 2 sinus alfa plus beta bölü 2. 35 minus x-dan 25 minus x-i toplayıb 2-yə bölsək 60 bölünsün 2, o da 30 eləyəcək. Bir dəfə də bunları çıxıb bölürsünüz 2-yə kosinusla. 35 minus x-dan bunu çıxsanız eləyəcək 10 plus 2x. Onu da 2-yə bölsəniz 5 plus x. Sinus 30 dərəcədə 2-də 1 alır. 2-də 1-i yazsanız, ixtisar aparsanız qalacaq kosinus 5 plus x dərəcə plus x minus 2-də 1. Artıq biz bir dənə kosinuslu ifadə aldıq. İndi bunu da ala biləcəyi qiymətlər -1, 1-dir. Ən böyük qiymətin 1-də alır. 1 minus 2-də 1. Sualın cavabı olacaq 2-də 1. Keçək 23-cü suala baxaq. %23-cü sualda deyir 2 kosinus kvadratı alfa minus 6 sinus kvadratı alfa plus 6 sinus alfa kosinus alfa. Bu əslində 2 qat arqumentində də yazıla bilən bir sualdır. Lakin gəlin belə eləyək. Bu 6, 2 vur 3 sinus alfa vur kosinus alfa deməkdir. Gəlin mən bunu müxtəsər vurma düsturuna gətirməyə çalışım. Hansı ki yazım burada nə? 9 kosinus kvadratı alfa yazım. Niyə? Bu 3 kosinus alfa kimi yazıram. Plus 6 sinus alfa kosinus alfa yazım. Bir dənə də sinus kvadratı alfa yazıram ki bura. Baxın, bunun özü müxtəsər vurma düsturudur. İndi baxın görün bu ifadəyə nə əsgiddir? Baxın, əvvəldən misalda 2 kosinus kvadratı idi. Amma mən bura 9 kosinus kvadratı alfa yazmışam. Deməli, bura minus 7 kosinus kvadratı alfa yazsam misal dəyişmiş olmaz. Burada sinus kvadratı alfadır. Amma yuxarıda -6-dır. Deməli, mən bura bir dənə -7 sinus kvadratı alfa əlavə eləsəm misal düzəlmiş olar. Bərabərdir. Şəkildən göründüyü kimi yuxarı birinci tərəf 3 kosinus alfa üstə gəl sinus alfanın cəminin kvadratıdır. Digər tərəfdə də -7-ni çıxardığında sinus kvadratı alfa üstə gəl kosinus kvadratı alfa qalır. Hansı ki bu da eynilikdir 1 verir. Deməli mənim misalım 3 kosinus alfa plus sinus alfanın kvadratı çıxılsın 7 şəklindədir. İndi bunun ala biləcəyi qiymətləri biz biraz öncə də hesablayırdıq kök altında. 9 üstə gəl 1 kök altında 10. Yəni mənfi kökdə 10-dan müsbət kökdə 10 arasında qiymət alır. Bu da ən böyüyünü soruşur. Ən böyük qiymət olacaq kökdə 10-un kvadratı çıxılsın 7. 3 eləyəcək doğru cavab. Elə bilirəm bu da aydındır. Keçək 24-cü suala. %24-cü sualda 24-cü sualda baxın. Orada 1 plus kotangens kvadratı alfa var. Hansı ki? Onun yerinə biz nə yaza bilərik? Və gəlin bir düşünün. 1 plus kotangens kvadratı alfanın yerinə 1 bölünsün sinus kvadratı alfa yazmaq olarmı? Yazmaq olar. Deməli, buraya yazmaq olar 1 bölünsün sinus kvadratı alfa. Surətdə də 2 minus kosinus kvadratı alfa çıx kosinus 4-cü dərəcədən alfa. Sinus kvadratı alfa da hansı ki 1 minus kosinus kvadratı alfadır. Surətdə də
nə yaza bilərik? Surətdən mənfini çıxardaram. Qalar kosinus 4-cü dərəcədən alfa plus kosinus kvadrat alfa minus 2. Mənfini xaricə atdım. Bəs yaxşı, bu mənfini çıxartdıq. Bu surətin açılışı cəmi müsbət bir hasil mənfi 2 kosinus kvadratı alfa üstəgəl 2 kosinus kvadratı alfa minus 1 olarmı? Burada təbii ki olar. Burada da 1 minus kosinus kvadratı x. Görürsünüz, burada mənfi var. Bu mənfini məxrəcə verin. Olsun kosinus kvadrat alfa çıx 1 və bundan ixtisar getsin. Geridə qalır kosinus kvadrat alfa üstəgəl 2. Sizdən bunun ən kiçik qiymətini soruşur. Kosinusun ala biləcəyi, kvadratının ala biləcəyi qiymətlər 0,1-dir. Ən kiçik qiymət də 0 üstəgəl 2. 2 olacaq, doğru cavab. Deməli, keçir 25-ci suala. 25-ci sualda həmçinin 23-cü sualdan eyni tip bir sualdır. Deməli, 10 kosinus, baxın, gəlin onu birbaşa yazım. Orada 10 kosinus kvadratı alfa var. Onun mən 9 dənəsini saxlayıram burada. Minus 6 sinus x kosinus x var. Alfa da daha doğru x-dır. Aha, bu da x-dır, bu da kosinus x. Və oradan 2 dənə sinus kvadratından birini ayırıram. Bunu ayırmaq məqsədim onu müxtəsər vurma düsturuna çatdırmaq üçündür. Orada nə qaldı? 10 dənədən bir dənəsi qaldı. Bir də 2 dənədən bir dənəsi qaldı. Hansı ki, buradan bura düsturdur. 3 sinus x minus 3 daha doğrusu kosinus x. Minus sinus x-in açılışıdır. Bu belə kvadratı. Plus 1. Bəs bunun ala biləcəyi qiymətləri necə tapırdıq biz? Hansı ki 9 plus mənfi 1-in kvadratı 1. Bu eləyəcəkdir kökdə 10. Kökdə 10-un kvadratı üstəgəl 1, 11 eləyir. Deməli, bunun ala biləcəyi ən böyük qiymət 11 olacaq. Davam edirik. Növbəti suala baxaq. Növbəti 26-cı sual. 26-cı sualda deyir fx bərabərdir. Kökün altında 5 sinus x üstəgəl 12 kosinus x çıxılsın 4 ifadəsi. Baxın, bu 5 sinus x 12 kosinus x sizə tanış ifadədir artıq. Siz bilirsiniz ki, bu ifadənin ən böyük qiymətini və ən kiçik qiymətini taparkən kvadratdan istifadə edirəm. 5-in kvadratı 12-in kvadratı. Bu edir 13. Deməli, bu ifadənin ala biləcəyi qiymətlər mənfi 13 ilə müsbət 13 arasında. Lakin kökün altındadır bu ifadə. Və siz ondan 4 çıxırsınız. Axı biz bilirik ki, cüt dərəcədən kökün altında müsbət olmalıdır. Deməli, bu ən az mənfi tərəfdən qiymət verə bilməzsiniz. 4-dən başlamalıdır. Bu ifadə 4-dən 13-ə qədər ola bilər ki, ondan siz 4 çıxanda cavab doğru alasınız və bu da nə verir? 4-dən 4 çıxanda 0, 13-dən 4 çıxanda 9. Onda belə çıxır ki, bunun qiymətlər çoxluğu 0, 3-dür. Bu da bu şəkildə. Yenə də deyirəm, əslində mənfi 13-13 arasında qiymət alır. Lakin kök altında bundan 4 çıxanda müsbət ədəd və ya 0 alınmalıdır deyə mən onun qiymətlər çoxluğunu 4, 13 götürürəm. Növbəti 27-ci suala baxaq. 27-də deyir, x daxildir, pi ilə 3pi bölü 2. Pi ilə 3pi bölü 2 haradır? Təbii ki, rüb olaraq 3-cü rübdür. İndi sizdən soruşur ki, bu 3-cü rübdə. Y bərabərdir, tangens x. Baxın, kotangensin də yerinə yazın, 1 bölünsün tangens x hansı ki, üstəgəl 7. Biz bunu necə hesablaya bilərik? Tangens x-la 1 plus tangens x-in ala biləcəyi qiymətlər. Koşu bərabərsizliyini bilirsiniz, amma rübünü də bir təyin edin. Rüb 3-də idi. 3-cü rübdə tangens hər zaman müsbət qiymət alır. Onda deməli, bunun ala biləcəyi qiymətlər 2 müsbət sonsuzluqdadır. Çünki koşu bərabərsizliyinə görə bu ya 2 müsbət sonsuzluqda qiymət alır, ya mənfi sonsuzluqdan 2-yə qədər. O da deyir ki, ifadənin ən kiçik qiymətində. Bunu da ala biləcəyi ən kiçik qiymət orada 2-dir. 2 üstəgəl 7, bundan da 3 çıxacaq cavab. Davam edirik 28-ci suala. 28-ci sualda funksiyaların ən böyük ən kiçik qiymətini soruşur. Əslində çox sadə test tapşırığıdır. Baxın. Birinci sualda y bərabər 2 sinus 3x plus 6 minus 1 verib. Argumenti aldırmayın. Ala biləcəyi qiymətlər mənfi 1 parçasındadır. Bunu həll etmək üçün bir dəfə 2-ni mənfi 1-ə vurub 1 çıxın. Bu eləyəcək mənfi 3. Bir dəfə 2-ni 1-ə vurub 1 çıxın. Bu da eləyəcək 1. Bunun ala biləcəyi qiymətlər 1 ilə mənfi 3 ilə 1 parçasındadır. Ala biləcəyi ən kiçik qiymət mənfi 3, ən böyüyü 1-dir. Yəni, birinci üçün mənfi 3 ilə 1, B və Y variantları var. İkinci tapşırıq. Y bərabər 3 minus kosinus 6x çıx 7.
Yenə də ala biləcəyi qiymətlər -1, 1 parçasındadır. 3 minus -1 eləyəcək bu 4. 3 minus 1 bu da eləyəcək 2. Onda 2, 4. Ən kiçiyi 2-dir, ən böyük 4-dür. A, D olacaq ikinci test tapşırığı üçün. Üçüncüyə baxaq. Y bərabərdir 2 kosinus kvadratı x üstəgəl 3. Ala biləcəyi qiymətlər 0, 1-dir. 0-ı yazsan 2 vur 0 üstəgəl 3. Bu eləyəcək 3. 1-i yazsan 2 vur 1 üstəgəl 3. Bu da eləyəcək 5. Ən böyük qiymət 5-dir. O da C variantında var. Davam edək. Növbəti 29-cu sual. 29-cu sualda da həmçinin digər ifadə olduğu kimidir. Yenə də deyirəm, bu ifadələrdə ən böyük ən kiçik qiymət tapmaq üçün 0, 1-dən istifadə edirlər. 0-ı yazanda yerinə 3 vur 0 üstəgəl 4. Cavab 4 eləyir. 1-i yazanda yerinə cavab 7 eləyir. Ala biləcəyi ən kiçik qiymət 4-dür. Ən böyük qiymət 7-dir. Hansı variantda var? Ən kiçik qiymət 4 variantı var. D variantı. Bu ikinci suala baxaq. Y bərabərdir 3 kosinus 2x minus 17 üstəgəl 3. Argumentindən asılı olmayaraq yenə də -1, 1 yazıram. Hesablayaq. 3 vur -1 üstəgəl 3. Cavab 0. 3 vur 1 üstəgəl 3. Cavab 6. 0, 6 cavabları ən böyük ən kiçik A, C-də var. Davam edirik 3-cü sualla. 3-cü sualda y bərabərdir 4 minus sinus 7x çıx 15-dir. Yenə 7x çıx 5-dir. -1, 1 parçasına qiymət versək. 4 minus -1, bu etdi sizə 5. 4 minus 1, bu etdi 3. 3 ilə 5, harada var cavab? B və Y-də var. Bu da belə. Yenə də 30-cu tapşırıqda da oradan da birini yazım. Artıq mənə elə gəlir ki, bunlar rahat tapşırıqlarda ən böyük qiymətləri, ən kiçik qiymət necə tapmaq lazımdır bildiniz. Məsələn, oradan 30-cu tapşırıqdan birini yazım. Y bərabərdir 2 sinus alfa üstəgəl 3. Nə yazacaqsınız? Sinus alfa təkdir. -1, 1. 2 vur -1 sinusun yerinə plus 3 cavab edər 1. 2 vur 1 üstəgəl cavab edər 5. Deməli 1 ilə 5 arasındadır. Ən böyüyü 1-dən ən kiçiyi 5-dir. Ən böyüyü 5-dən kiçiyi 1-dir. Bunların da cəmi 6-dır. Burada da C variantı. Bu şəkildə həll edəcəksiniz digərlərində. Kvadrat olanda, cüt dərəcə olanda 0, 1. Tək dərəcələrin hamısında da -1, 1. Gəldik, çıxdıq 31-ci test tapşırığına. Deyir ki, y bərabərdir 2 sinus 3x plus b kvadratı. Y bərabərdir 3b kosinus 2x üstəgəl 12. Deyir, funksiyaların ən böyük qiyməti bərabər olar. Burada hər ikisinin önündə müsbətdir deyə. Deməli, bunun ən böyük qiyməti 1-də. Bunun da ən böyük qiyməti 1-də olur. Kosinus 2x-in. Ona görə 2 plus b kvadratını bərabər edirsiniz 3b plus 12. Tənliyə həll eləsən b kvadratı minus 3b. Minus 10 bərabər 0. B minus 5. B üstəgəl 2 bərabər 0. B də eləyəcək 5. Müsbət qiyməti istəyir 31-də. Keçirik 32-ci test tapşırığına. 32-də verib ki, fx bərabərdir 4 sinus x üstəgəl 3 kosinus x. Baxın, orada tangens var hansı ki. O tangensin yerinə yazıram sinus x böl kosinus x. Amma yenə də deyirəm, tangensli misallarda kənarda kosinus x-i fərqli götürün 0-dan. Kosinuslar getdi. Burada qaldı 7 dənə sinus x. İndi siz hazırlaşacaqsınız ki, buraya ən böyük ən kiçik qiymət -1, 1 yazasınız. Lakin olmur. Nədən olmur? Çünki sinus -1 aldıqda kosinus avtomatik 0 alır. Sinus 1 aldıqda kosinus yenə 0 alır. Deməli, bunlar heç vaxt qapalı mötərizə ilə verilə bilməz. Yəni, onları ala bilməz. O zaman sadəcə açıq mötərizə çəkdik. Deməli, açıq mötərizə nədən ötürü çəkdik? Biz tangensin məxrəcindən ötürü çəkdik. O zaman -7, müsbət 7, amma qapalı mötərizə yox. Ən böyük qiyməti də 6-dır o zaman, 7 yox. Davam edək.
Növbəti 33-cü sual. Fx bərabərdir 8 kosinus x minus 3 sinus x. Kotangensində yerinə kosinus x bölü sinus x yazıram. Sinus x'lar getdi. Qaldı 5 kosinus x. Ən böyük qiyməti mənfi 1 parçasındadır. 1 yazsanız 5 vur 1 eləyəcək doğru cavab 5. Keçirik növbəti 34-cü suala. -34-də mənfi pi bölü 2 ilə alfa 0 arasındadır. Və sizə verib ki, tangens alfa. Baxın, orada kotangens alfa var. Mən birbaşa onun yerinə 1 bölü tangens alfa yazıram. Və bunu yazanda artıq siz görürsünüz koşidir. Lakin rüb önəmlidir. 0 ilə mənfi 90 arası baxın bura düşür. Bu rüb 4-cü rübdür. Və bu rübdə tangens mənfidir. Ona görə yuxarıda ala biləcəyi qiymətlər mənfi sonsuzluqdan mənfi 2-yə qədərdir. Burada da mənfi 2-ni də 5-ə böləndə ifadənin ən böyük qiymətini soruşur. Mənfi 2-ni 5-ə böləndə bu eləyəcək mənfi 0,4. Ən böyük qiyməti mənfi 0,4-dür. Davam edək. Növbəti 35-ci sualda. 35-ci sual rahat rübdə artıq siz görürsünüz 1-ci rübdür. Bax, yenə də kotangensin yerinə yazın 1 bölünsün tangens alfa. Və bu koşi bərabərsizliyidir. Mən də belə deyə bilərəm ki, sizə koşi bərabərsizliyində təbii ki, qiymətləri mənfi sonsuzluqdan mənfi 2-yə birləşir, 2-dən müsbət sonsuzluğa alır. Lakin siz rüblə hərəkət edirsiniz. 0 ilə 90 arası 1-ci rübdür. 1-ci rübdə tangens müsbətdir deyə siz sadəcə bura müsbət tərəfini götürüb yaza bilərsiniz. Bu da eləyəcək. 0,2 ən kiçik qiymətini soruşur. 0,2 bunun 2-ni ona böləndə ən kiçik qiyməti olacaq. Və nəhayət sonuncu suallarımızdan da birini yazaq. Bunlar da ikinci qrupun əslində blok sualı olub bu suallar. 36-37. 36-da sinus deməli pi plus alfadır. Kosinus 3pi bölü 2 plus alfadır. Plus 6 sinus kubu plus alfadır. Deməli, sinus pi plus alfa çevirmə düsturu. 180 plus alfa gedir düşür 3-cü rübə. 3-cü rübdə sinus mənfidir. Kosinus 270 dərəcədə adını dəyişir. Sinus alfa olur. Rübdə 4-cü rübə düşür. 4-cü rübdə kosinus müsbətdir deyə müsbət sinus alfadır. Plus 6 sinus kubu alfa plus 1. Və gördüyünüz kimi artıq bunlar islah getdi. Qaldı 6 sinus kubu alfa plus 1. Və bu nədir? Sinusun qiymətləri 0, 1-dir. Daha doğrusu mənfi 1, 1-dir. Dərəcə təkdir. Dərəcə tək olduğu üçün mənfi 1, 1 yazırıq yerinə və 6 vurulsun. Mənfi 1 eləyəcək. Deməli, mənfi 6. Və digər qiyməti də 6 vur mənfi 1 buraya yazaq. Aha, bu eləyəcək mənfi 5. Bir dəfə də 1-i yazaq yerinə. Bu da eləyəcək 7. Bunun ala biləcəyi qiymətlər mənfi 5 ilə 7 arasında. Ən böyük, ən kiçik qiymətlərin cəmini. Mənfi 5 ilə 7-nin də cəmi bu da verəcək 2. Bu da bizim burada artıq 36-37 eynidir. Yəni bunlardan birini izah verdim. Məncə o birilərini də rahat yaza bilərsiniz. Burada da 37 üçün də onu deyim ki, sinus pi minus alfa müsbət sinus alfadır. Kosinus 3pi bölü 2 minus alfa. Onda da ad dəyişəcək, mənfi sinus alfa olacaq. Yenə bunlar islah gedəcək, yerdə qalacaq bu ifadə və çox sadədir. Orada da həmçinin mənfi 1, 1 yazacaqsınız yerinə hesablamaq olar. Bu da sonuncu sualımız. İzlədiyiniz üçün sağ olun. Əgər bu videoların sizə yararı olursa, bəyənib, paylaşmağı, kanala dəstək olmağı unutmayın.